Jakı xoda salmışıq, işləyir. Motorda temperatur daçikinin aşıbqasını verir. Bir də vozkamerdən şikayət eləyir. Görək vaxtları olsa maşın aparmaq istəyirlər. Vaxtları olsa saxlasalar bunları da həll eləyərik. Yəni belə maşın işləy vəziyyətdədir. Salam cəmaət, hər vaxtınız xeyir olsun. Bismillah. Mənə belə bir Suzuki veriblər. Suzuki deyəsən Grand Vitara'dır. Veriblər deyəndə ki, təmir eləməyə veriblər. Elə də dedim ki, veriblər. Daha doğrusu baxmağa görək nəyi var, nəyi yoxdur. Mən də inanın heç ümumiyyətlə bu avtomobilə nəzər yetirməmişəm. Motor xanası. Burada. Belə açılırmış. Bax görək. Ohay. Bəh. Bu nerede ha? Gözlüğüm bir dakika. Bir tane. Onun harda da çubuğu. Ha, böyle. Böyle bir mühərrikimiz var. İndiden artıq böyle şeyler görürəm. Bunun mühərrikin idarəetmə bloklardadır. Var вообще. Предохранительная kutusu. Bax bir görək. Nə deyəcəm ya? Qapı tutmaz. Aa, suyu yoxdur ki. Yox, dam var. Deməli belə su əlavə eləyərik. Yağ var ama. Yağ var. Belə su əlavə eləyim, baxaq görək. Hemen su tökdüm. Demək olar ki 1 litr su getdi. Baxılamaq istəmir. Deyən görüm. Belə. Şu içinin bak çokunda ama su var. Biraz. Nə deyirsiniz? Şu salağı yoxlayaq. Bax, görək nə göstərir. Burada da bobinlər olacaq. Ya Allah. Avtomatdır. Service engine son. Yanır ha boşluq. Aha, ya Allah. Getdik. Aha. Üf, doldurdu garajın için. Ha. Aha. Starter bizi salamladı.
nəyəm o? Elə bir hardansa hava çəkir. Nə deyirsiniz? Başlayaq. Deməli, istəyirəm smoke test edeyim. Çünki hava çəkən kimi yer səs eşitmişəm. Gözləyə düşdü gəlsin. Gəlməyə başladı, amma hələ ağ rəng deyil. Gözləyək. Aha. Gəldi, ağardı. Bu biraz da ağarsın. Spiral yaxşı qızsan. Nəsə hələ sakitçilikdir. Heç oradan buraxmır axı deyir. Aha. Bir var. Bir var buradan. Deməli, bir var. Oradan düşdürüyor drosselin arxasından. Sonra başqa hardan? Aha. Buradan gəlməyə başladı, düşdü. Bura haradır? Bir de buradandır. Ben de drosselin ağzını açsam. Bir bağaza düşdüğünü bırakım. Rahat ol. Bir de uzaqdır buralar. Hardan bırakır? Farsunkanın dibindən. O de oradan. Kollektorun dibindən. O tərəfdən də. Buradan da. Farsunkaların dibindən hamısından bırakır. Ama tonqaldır. Heç nə. Hələlik bir daha sökə gedib sataq farsunkalara baxarıq. Deməli, maşından beləncə bir drossel tapmışam. Köhnə. Maşınlarda belə olurdu. Xalsda xodun klapan drosselin içində olurdu. Qəpi də arxasındadır. Devirdi. Belə bir deməli dəyişiblər drosseli. Qərara gəldim ki, maşını bir diagnostik eləyim. Baxa görək. Bizim alət bunu görür o şey. İri nədir bunun? Olur ümumiyyətlə bunu diagnostik eləmək. Səhv eləmirəmsə açarı açmışam bax. Açmışam. Adı Grand Vitara olmalı. Neyse qoşulum oxuyum davam edeyik. Oxudaq avtomobili. Temperature control actuator position sensor. Bu konteynerdir. Tak, mühərrik. Birinci oksigen sensoru, ikinci oksigen sensoru, birinci oksigen sensorunun qızdırıcısı, ikinci oksigen, birinci oksigen sensoru, beşinci silindir misfire, bir də bir neçə misfire, beşinci silindir. Bizdə 5, 1, 3, 5, 5 odur. Yapon maşında belə sayılır. Belə, burada da 2, 4, 6. Birinci baxaq görək ümumiyyətlə 5-ci silindirdə nə baş verir. Sonra davam edərik. Deməli, alışdırma şamlarını söküb çıxartmışam. 1, 3, 5 belədir. Yəqin ki 4, 6 da belədir. Eyni şeydir. Görək bunları təmizləyib baxaq görək nə olur. Məndən maşın işə düşər, işləyər. Sönər əlbəttə ki. Hələ heç babini falan yoxlamamışam. Baxarıq. Deməli, endoskopla baxıram silindirlərə. Bu 4-cü silindirdə. Bilmirəm telefon necə göstərə biləcəm. Sizə göstərə biləcəm ümumiyyətlə. Deməli 4-cü silindirin içində yağı var, yoxsa yağıdır bu, yoxsa benzindir, bilmirəm. Deməli, onu da alışdırma şambağı belədir. Bu da yaşdır, bortu da yaşdır. Nə var? Yam yaşdır. Benzin istəyər, benzindir. İndi
Farsunkaları söküb stəndə qoyarıq, baxarıq görək saxlayır, saxlamır. Nə məsələdir. Yəni farsunkaları söküb çıxartmışam. Salniklərin bir dənə sizə göstərim. Reykaya girən yerdir bu bura. Bax. Germetika bax. Biabır olasınız sizi. Biabır olasınız. 4 dənəsini qoymuşam stəndə. Obrisləri açmaq istəmədim, qoymaq istəmədim. Biri Nidalevdədir. Obrislərdən seçilim. Amma maşın içində o qədər də bildirməm. Yəni söndürməməlidir maşını. Davam edirik, yoxlayırıq hamısını bir-bir. Deyəcəm əgər nasazda aşkar eləsəm. Bunları stənd elədim, hamısı qaydasındadır. Salniklərini də təzə alıb gətirmişəm. 3 dənəsini dəyişmişəm, 3-ü qalıb, 3-ünü də dəyişəcəm. Deməli, məsələ nədir? Burada hər silindirin içində belənsi germetik kusokları var. Hamısında var. Hələ mən bunu təmizlədim indi. Gözlə bir dəqiqə. Göstərə bilərəm. Gördünüz? Ne boydadır bu? Görürsünüz necə oynaqlayır orada, ora-bura. Sorma zamanı hava kollektorunda aerodinamika dəyişir. Yəni sorma o farsunka düz onun üstünə püskürür. Klapanın üstünə püskürə bilmir. Ona görə vəziyyət dəyişir sorma kollektorunda. Bunları mütləq təmizləmək lazımdır. Nə qədər germetik kurulur. Nəyi göstərmək istəyirəm? Burada zaslonkanın 4 dənə boltla bağlı. 1, 2, ikisi də aşağıdadır da. Deməli burada nümunəsi var, göstərə bilirəm. Deməli, nümunəsində göstərim. 1, 2, 3, 4 dənə boltla. Açmışam, yerdədir boltlar. Deməli, açmışam. Bunu nə qədər də artıram, bu yerindən qopmur. Yəni, çıxmır da. Necə yapışdırıblarsa arxada. Qoparda bilmirəm zaslonkanı. Reykanı necə yerinə qoyacam, bir Allah bilir. O germetik məsələsində dedim də, hər yer germetikdir bu maşında. Baxacaq görək nə alacaq. Göstərməsəydim olmaz deyə. Buna baxın. Bu farsunka necə klapanın üstünə püskürsün. Hop. Buna bax. Germetikanın irliyinə bax bir dənə sən Allah. Nə bilim. Hələ ki davam edirik. Hər silindirdən demək olar ki çıxartmışam, dən qalıb o arkadakı silindirlər bu ilə. Bu buradakı əlim çatmının orada baxacağıq burada. Görüm zaslonkanı çıxarda bilsəm hər var. Buna baxın. Telefon təş tutun baxın. Bir dənə yaxalayım bunu göstərirəm. Deməli buna baxın. Buna baxın. Bu necə qaba. Buna bax. Tutmuş. Buna bakın. Diqqətlə baxın. Balıq tuturam, bax elə bil. Sökmək istəmirəm. Söksəm prokladkasını filan tapmayacağım. Buna bax. Bax, içəri görürsünüz. Bax. Gördünüz. Bax. Canımla əlləşirəm burada bayaqdan. Bax. Bir dənə usta zibil qoyub. Bax. Sallanır buradan. Na boyda diye. Farsunka da düz onun üstüne püskürür da. Ona göre yayılmır benzin. Siləmə getmir. Göstərə biləcəm yoxsa yox. Ona bax. Gördünüz. Göstərə bildim. Ona bax. Vəziyyətə baxın orada. Ona bax. Farsunka ilə onun üstünə püskürür. Bilmirəm arasında prokladka olmalıdır yoxsa yox. Məncə prokladka olmalıdır. Yoxdur. Oranı təmizlədim, tərtəmiz. Görək də bunu da gömlətər təmizləyirəm. Kodladım. İşləyir. Saxlayır. Düzdür, pir boyluyur. İndi hansısa silindir işləmi. Baxacam ona. Yaxşı, tamam. Mən qaz verək baxaq. Qaz versə sönmək istəyir.
gedir. Şey yoxdur axı. Nədir bu? Hansısa silindir işləmir də. Ehtiyat hissəsi lazımdır. Baxacam indi. Deməli cəmaət, bu avtomobillə işləyib biraz baş yorandan sonra qərara gəldim ki, motor testlərdən istifadə edeyim. Çünki avtomobil belə deyək də, sadə diaqnostikaya gəlmir demək olar ki. Motor testlərdən də istifadə edəndən sonra qərara gəldim ki, avtomobilin fazalarında problem var. Yəni qaz paylayıcı valla dirsəkli val uyğunsuzluğu aşkar olundu. Bu avtomobilin də qaz paylayıcı valın sensoru belə deyək, sinxronizasiyanın yerinə yetirə bilən bir qurğudur. Belə bir şəkildədir. Əllə onu o tərəf bu tərəfə fırladıb, hər hansı bir vəziyyətin tutub avtomobili taraz vəziyyətə gətirmək olur. Amma bu vəziyyətdə də avtomobil yerində işləmir, sönür. Və belə qərara gəldim ki, mühərrik sökülməlidir və mütləq içinə baxılmalıdır. Həm valların vəziyyətinə, həm də ki, o əvvəlcədən gördüyüm maye məni bir balaca şübhələndirmişdi. Və beləliklə avtomobilin mühərrikin söküləndən sonra görüntüsünü sizə təqdim edirəm. Görürsən, axıra kimi qalxır. Porsche ölü nöqtəyə çatır, dayanır, obratla yenə aşağı qaydan baxdı, yenə özü ilə aparır aşağı. Yox, o indi aparacaq aşağı. Dilizin də qıraqları yanıb çöldən. Araya yağ dolub, nədirsə bu arada qaraltı var.